Salamlar. Hal-hazırda Qaxdayam. Danışmaq istədiyim kitab bu kitabdır. 4 anlaşma yazır ki, Toltec deyir, nə bir din deyildir, nə bir fəlsəfə deyildir, nə bir ideoloji deyildir. Toltec yaşam sanatıdır. Yuxudan oyanmaq üçün, beynindəki yargıcı susturmaq üçün 4 dənə anlaşma irəli sürülür. Biz əhləşdirmə deyəndə yaxşı çıxmır, sanki belə itip şeyi əhləşdirdik. Amma burada bir balaca müsəlman bacı və qardaşlarım məni qınaya bilərlər. Hətta bunu videoya mənim qulaq asa elə biləcək ki, fərqli təriqətə qoşulmuşam. Dediniz bu qız hara getdi, hə? Çünki bizə dedi, oha, xalım nə qədər alma götürüb. Çox gözəl cümlə qurdum, amma heç də başa düşülmədi. Yaratır. Məncə onsuz da bunu videoya qoymayacağam. Axı yaxşı qutaracağını düşünmüşdüm, amma belə şıqqıdım, kəsildi. Valla belə səmimi olacağım, düz deyəcəm. Görürsünüz nə qədər səmimiyəm, çünki Gəncə ləhcəsinə keçdim. Qum ay yadından çıxdım. Salamlar. Hal-hazırda Qax rayonundayam. Uzun müddətdir artıq YouTube kanalı açmışam və orada gəzdiyim yerləri paylaşıram. Daha çox short hissəsində paylaşıram, amma yenə də uzun videolar paylaşmaq fikrinə düşdüm. Düzdür, bəzi videolar var kanalımda, amma orada paylaşdıqdan sonra ətrafındakı insanlar deyir ki, Lalə, biraz səsini eşidək, biraz üzünü görək, falan kəs kim get, bu haqda məlumat ver, onu denən, bunu denən, bu neçəncilə yadıldı, bu neçəncilə belə oldu falan. Düşündüm bu mənlik deyil, hələ ki mənlik deyil, bəlkə bir gün mən də bunu eləyərəm. Amma hal-hazırda onu eləmək istəmirəm. Niyə? Çünki mən əslində başqa rayonlara, başqa yerlərə gedib gəzməkdəki məqsədim həqiqətən o yerləri kəşf etməkdən daha çox özümü kəşf eləməkdir. Hətta Instagramda bio hissəsinə yazmışam yolun hara, cavab olaraq özümə. Bu yola çıxarkən, hansı bir rayonda, hansı bir şəhərə gedərkən heç vaxt düşünməmişəm ki, hansı bir yeri daha çox araşdırım, eləyim və onu insanlara göstərim. Ən çox birinci öncəliyim özüm olmuşam. Hətta buna görə də bəzən paylaşırdım. Çox zaman getdiyim zaman avtobusda belə baxırdım ki, mən haralara gedəcəm və bu yerlərin tarixi nədir. Bunu hər zaman yolda edirəm. Bu, yəni buradan da başa düşülür ki, mənim əsas məqsədim özümə yolculuqdur, başqa yerlərə yox. Amma və lakin, əgər mənə hal-hazırda səsimi eşidib, üzümü görürsünüzsə və bu küləkdə, bu maşınların səsində, mikrofonsuz halda, xüsusilə də buradan baxıram ki, simetriyada düz durmamışam, tam ortada oturmamışam, yazın burada oturmalıyam, belə. Bu qədər heç bir hansısa bir avadanlıq falan olmadan, heç bir doğru düzgün bu işləri bilmədən, cahilcəsinə belə deyək, cahil cəsarətimlə kameraların qabağına çıxmaqdakı məqsədim, əgər mən başqa rayonlara gəzə-gəzə özümü kəşf edirəmsə, biraz bu haqda danışa bilərəm. Düzdür, özüm haqqında danışası deyiləm, bəlkə də yenə hələlik. Məqsədim oxuduğum kitablardan, etdiyim yerlərdə daha çox insanlarla söhbətlərimi paylaşa bilərəm. Bəlkə də onlarla söhbətdən sonra öz fikrimdə olan şeyləri paylaşa bilərəm. Amma hal-hazırda bugün birinci növbədə olaraq məqsədim bugün bir dənə kitab haqqında danışmaq istəyirəm. Kitab haqqında danışmamışdan əvvəl məncə biraz Qaxdan incitiyim düşmüşəm və bu Abdülazanın yanında olan Gənclik Parkıdır. Məncə biraz gedim, çünki çox qısa da vaxtım var. Məncə biraz gedim, başqa bir yerlərə gəzim, eləyim. Kitab haqqında sonra danışarıq. Əgərəz artıq məni görəcəksiniz. Ümid edirəm, vatana, dövlətə, millətə hayırlı uğurlu olsun. Getdik. Gəldim. Qaxda ən sevdiyim yer olan Qala Bazar deyirlər, Çay Bazar deyirlər. Çox qəşəng yerdir, ən xoşladığım yer buradır. Arxada, buranın daha sakit bir yer tapa bilmədim, amma arxada dədəklərin çayçısı var. Onların damlıyor səsləri və yaxud da səslər gələ bilər, amma ümid edirəm mənim səsim daha yaxşı gəlir. Deməli, danışmaq istədiyim kitab bu kitabdır. 4 anlaşma Don Michel Louis'in kitabıdır. Bu videonu çəkmişdən əvvəl baxdım internetdə, Azərbaycan dilində yoxdur, türk dilindədir.
Bu kitaba başlamışdan əvvəl yazar haqqında demək istəyirəm. Ümumiyyətlə kitab ruhani kitabdır. Yazarın özü də ailəsi, soyları şamanlar olubdu. Türkçədən deyək ki, iyiləşdirici bir anne və şaman bir böyük baba tərəfindən böyüdülübdü. Amma bu yazarın özü modern bir həyat seçibdi. Normal öz həyatını qurub, amma bir müddətdən sonra öz sürdüyü maşın avariya olubdu. Qəza keçirdibdi, daha mədən danışmalıyıq. Qəza keçirdibdi və daha sonrasında hətta özünün dediyinə görə mənim deyir ruhum yuxarıdan maşının qəza keçirmiş anında içəridəkilərə həmin o müddətdə nə baş veribsə, həmin şeylərin şahidi olubmuş. Bu qəzanın keçirilməsi dönüm bir nöqtəsi olubdu və ondan sonra daha çox özünü araşdırmağa başlayıb, həyat araşdırmağa başlayıb və Toltek bilgiliyini araşdırmağa başlayıb. Özünün ümumiyyətlə həyatını ona adayıbdı. Bəs nədir bu Toltek? Toltek əslində kitabda çox qəşəng bir üslubla işlədir. Başlıqda elə yazır ki, Toltek deyir, nə bir din deyildir, nə bir fəlsəfə deyildir, nə bir ideoloji deyildir. Toltek yaşam sanatıdır. Toltek bilgisinə görə insanlar daha çox maddi dünyadan daha çox ruhani və azad bir dünyaya bağlanırlar. Onlara görə bütün insanlar azad ruh kimi doğulur. Sadəcə ətrafındakı insanlar cəmiyyətin inanclarına görə məhdudlaşırlar. Və onların fikirlərincə insanlar o məhdudlaşmış inanclardan özlərini qurtulsa, həqiqi öz mənlərini tapsa, bunları daha azad şəkildə, o insanlar daha azad şəkildə yaşayarlar. Tolteklər ümumiyyətlə gördüklərinə inanırlar. Onlar torpağı görürlərsə torpağa inanırlar, günəşi görürlərsə günəşə, küləyi hiss edirlərsə küləyə inanırlar. Və inandıqları şey üzərində mübarizə aparırlar. İnsanların daha çox özlərinin öz həyatlarında məhdudlaşdırılmasının səbəbi isə insanlardan gələn, cəmiyyətlərdən gələn, istər uşaq vaxtı, valideynlər, müəllimlər olsun, onlardan gələn inancların məhdudlaşdırıldığına inandıqları üçün hər kəsi onlardan azad etmək istəyirlər. Tolteklərin bir də yuxu anlayışı var. Onların fikrincə biz gündüz vaxtı da yatırıq. Çünki gündüz vaxtı yuxuda oluruq. Çünki cəmiyyətin bizə qoyduğu qaydalar, inanclar sayəsində biz avtomatik davranırıq. Ümumiyyətlə onların fikrincə gecə vaxtı yuxu fərdi şüurun yansımasıdır. Amma gündüz vaxtı yuxu isə kollektiv şüurun yansımasıdır. Az öncə dediyim kimi kollektivdən bizə gələn o inancların sayəsində avtomatik yaşadığımız üçün biz o şuur altı bizə nə dayanıbsa biz ancaq onları yaşayırıq. Onları özümüzdə görürük və o da biz öz dünyamıza yansıdırıq. Onların fikrincə biz bu yuxudan oyana bilərik. Artıq o yuxudan isə oyanmaq üçün əhliləşdirmək deyə bir söz işlədir. Deyir, ümumiyyətlə biz uşaq vaxtı olarkən istər birinci valideynlər tərəfindən, sonra məktəbdə müəllimlər tərəfindən və yaxud da kilsədə hansısa bir dini qaydalara görə əhliləşdirilirik. Oxumaq üçün, dini inancımız olması üçün, özümüzü doğru düzgün aparmamız üçün. Bunu necə ki valideynlər, ətrafımızdakı insanlar əhliləşdirir, biz də özümüzü əhliləşdirə bilərik. Sırf o yuxudan oyanmaq üçün. Biraz əhliləşdirmə deyəndə yaxşı çıxmır, sanki belə et pişiyi əhliləşdiririk. Amma bilmirəm, türkçə ehliləşdirmə yazıb, Azərbaycanca bunun belə qəşəng mənasını tapa bilmədim ki, ağlınıza et pişiyi gəlməsin, insan gəlsin, özümüz gələk. Və əsas bu Tolteklərdə ən çox insanın özü ilə münasibətinə fikir verilir. Yəni içdən deyir, nə qədər kənardan bizə qaydalar, cəzalar və yaxud da hədiyyələr qoyulsa da ən böyük yargıc bizim özümüzük. Özümüz hər hansı bir səhv eləyəndə bir türlü özümüzü bağışlaya bilmirik. İçimizdə bir tərəfdə qurban halında oluruq, bir tərəfdə yargıc halında oluruq. Bir türlü özümüzü bağışlaya bilməməyimiz, bu gələn təcrübələrdən, gələn hadisələrdən daha da fərqli şeylər düşünməyimiz, daha pisini düşünməyimiz, bunların hər biri bizim həyatımıza yansıyır və bəlkə də ən pis yuxunu biz özümüz üçün yaradırıq deyə düşünür. Ona görə də bu yazar, Don Michel Ruiz yazarı 4 anlaşma, yəni 4 razılaşma, öz həyatını yenidən düzənə salmaq üçün, bu yuxudan oyanmaq üçün, beynindəki yargıcı susturmaq üçün 4 dənə anlaşma irəli sürür. Burada hətta o bayaq dediyim cəzalandırma və yaxud da hədiyyə alma ilə əlaqədar qəşəng bir söz işlədir ki, ödül aldığımızda kendimizi iyi hissederiz ve bu ihtiyacımız olan ödülü alabilmek için insanların bizden bekledikleri şekilde davranmaya sürdürürüz. Cezalandırılma ve ödül alamama korkusuyla kendimiz olmayan farklı bir kişiliğe bürünürüz. Başkalarının bizi görmek istedikleri gibi biri olarak onların onayını almaya çalışırız. Anne babayı memnun etmeye çalışırız. Okulda öğretmenleri memnun etmeye çalışırız. Kiliseyi memnun etmeye çalışırız ve bir oyuncu olmaya başlarız. Kendimiz olmaktan korkarız. Çünkü kendimiz olduğumuzda reddedilmekten korkarız. Reddedilme korkusu yeterince iyi olamama korkusuna dönüşür. Sonunda olmadığımız biri haline geliriz. Annenin inançlarının, babanın inançlarının, toplumun inançlarının, dinin inançlarının bir kopyası oluruz. Və Toltekə görə, əgər biz bu inançlardan qurtula bilsək, tam öz istədiyimiz kimi yaşayıb yuxudan oyansaq, o zaman əsl azad bir insan olarıq. Və Tolteklərin dediyinə görə burada bir balaca müsəlman bacı və qardaşlarım məni qınaya bilərlər. Hətta bu dəqiqədən sonra videonu söndürüb, əşi danışırdığına boş-boş deyə bilərlər.
Amma onların dediklərinə görə biz hal-hazırda dünyamızda da cəhənnəmdəyik. Yəni əgər başqalarının inanclarına və qaydalarına uyğun öz yuxumuzu yaşaya bilmiriksə, daha doğrusu öz dünyamızı yaşaya bilməyib başqalarının yuxusundayıqsa, biz zaten cəhənnəmdəyik. Yəni cənnət və cəhənnəmi onlar bu dünya olaraq algılayır ki, o cəhənnəmi də artıq biz özümüzdə dəyişsək, cənnətə gedə bilərik və yaxud da həminki halda qalsaq elə cəhənnəmdə də qalarıq. Ki, burada qəşəng bir söz işlədir ki, çox xoşladım. Ümumiyyətlə bizim ətrafımızda da var. Təəssüf mən də görürəm bir müəllim kimi, həm də ətrafımda tərbiyəmdən daha çox gördüyüm bir şey var ki, insanlar bir-birlərini yargı ki, bunu elə cənnətə düşərsən, bunu elə cəhənnəmə, bunu eləməli birdən cəhənnəmə düşərsən. Burada bir şey yazıb ki, heç bir kişinin bir başqa kişinin cəhənnəmə gedəcəyini söyləməyə haqqı yoxdur. Çünki hepimiz cəhənnəmliyiz. Biraz bəlkə də fərqli ola bilər, fərqli baxış ola bilər, amma mənə görə məntiqli səslənir. Çünki zehnimizdə həqiqətən hər şeyi yaradırıq. Yəni öz həyatımızı yaratmaqla bağlı başqasının həyatını artıq biraz belə deyək də burnunu soxub, sən bundan eləsən cənnətə düşərsən, bundan eləsən cəhənnəmə düşərsən, bu kimi həyatlara qarışmaq mənə görə etik deyil. İstər dindar olsun qarşımdakı, istər ateist olsun, fərqi yoxdur. Hər kəsin öz dininə, hər kəsin öz inancına, hər kəsin öz yaşamına hörmətlə yanaşmaq lazımdır deyə düşünürəm. Bu videoya mamam qulaq assa elə biləcək ki, fərqli təriqətə qoşulmuşam. Zehindən söhbət gedir ki, yəni bizim bayaq dediyim kimi özümüzü qurban halında da, yargı çalında da gətirməyimizin tək səbəbi, o yuxuları görməyimizin tək səbəbi bizim zehnimizdir. Və zehnimiz binlərcə kişinin aynı anda konuşduğu və kimsenin bir-birini anlamadığı bir rüya. Bəs onu necə edə bilərik? Zehnimizi bayaq dediyim kimi əhəlləşdirməklə və zehnimizi əhəlləşdirmək üçün isə 4 dənə anlaşmadan danışır, yazar. 4 anlaşma haqqında isə biraz gedək, gəzək. Mən qəşəng dincimi aldım. Növbəti məkanda bu haqqda da danışarıq. Ümid edirəm. Qəşəng yetişirəm. Xangiloy kəndindəyəm. Mən bayaqçı olduğum yerdən 24 dəqiqəlik piyada yolla Sübüdən kəndə gəlmək olur. Gürcülərin kəndidir. Hal-hazırda onların kilsəsinin həyətidir. Nəhayət ki, torpaqda oturdum. Normalda hava daha sərin idi. İndi yavaş-yavaş düzəlməyə başlayır, amma nə olsun saçıma etdi edəcəyini hava. Neyse, ev yox. Əsas torpaqda otura bilirik. Deməli 4 anlaşmadan danışmışdıq. 4 anlaşmanın ilk anlaşması budur. Sözcükləri özünlə seç. Burada nə ifadə edir deməkdir? Yəni istər özümüz haqqında, istər bizə deyilən sözlər, istərsə də özümüz haqqında deyilmiş sözlər, o sözlərin bizim həyatımızda çox böyük təsiri var. Hətta burada belə bir söz işlədir ki, hər hansı bir fikri eşidib onu inandığımızda bir anlaşma yaparız və bu anlaşma inanc sistemimizin bir parçası olur. Yəni kimsə bizə deyir ki, tutaq ki, uşaqlıqdan sən bacarıqsızsan, sən üzməyi heç vaxt bacarmayacaqsan. Əgər mən buna inanıramsa, bunu inandığım üçün onunla bir anlaşma edirəm aramda o sözlə və həyatım boyu heç vaxt üzməyinə cəhd eləmirəm, cəhd eləsəm də belə alınmır. Ona görə deyir ki, istər özünüz başqaları haqqında ifadələr seçəndə, həm də özünüz haqqında ifadələr seçəndə ona çox böyük fikir verin, çünki bu böyük bir həyatımıza təsiri vardır. Xüsusilə valideynlərimizin uşaq vaxtında bizə dedikləri, daha çox onlara inanırıq. Çünki adı üstündə uşağıq, deyilən hər şeyə inanırıq. Valideynlərimizin də əslində bizim pisliyimiz üçün demirlər. Sadəcə onlar da onlara da olan kodlara görə məsələn fikirləşirlər ki, tutaq ki, ən çox mən müəllim kimi nə qarşıma çıxar. Qəşəng şəkil çəkən birisi var. Bir tələbəm olur. Tutaq ki, deyir ki, ailəm icazə vermir ki, mən bunun arxasınca gedəm, ən azından bunun universitetində oxuyam, onun təhsilini alam. Sadəcə deyir, yox, get heç olmasa təsvir necə sənət müəllim ol. Çünki Azərbaycanda kimə də baxan, belə şeylərə baxmır. Tamam, bəlkə də reallıq var. Amma niyə Azərbaycan qısıtlı olaraq Azərbaycanda düşünürük ki, adam bəlkə də daha yaxşı rəsmini çəkib
dünya üzərində məşhur ola bilər. Birinci anlaşma bizə göstərir ki, heç nəinki özümüzə deyilən sözlərə, hətta bizim də işlətdiyimiz başqaları haqqında sözlərə də fikir verməliyik. Çünki bizim xüsusilə də burada belə bir şey var, qəşəng yazıb ki, dərsin ilk günündə dərsi öyrətməndən daha öncə almış birini rastlarsınız. Bu kişi sizə şöyle der: "Oh, o öğretmen kendini beğenmiş aptalın teki. Hem konusuna hakim değil, hem de sapığın teki. Dikkatli ol." Siz dərhal bu sözlərin və kişinin duygusal kodunun etkisi altına alırsınız. Oysa kişinin bu sözləri söylemesinin ardında yatan amacı bilmiyorsunuz. Bu kişi belki o dersten kaldığı için kızgındır ya da korku ve ön yargılarla varsayımda bulunuyordur. Ama bilgiyi bir çocuk gibi sorgulamadan almayı öğrendiğiniz için bir parçanız bu dedikoduya inanır ve sınıfa öyle girersiniz. Yəni o fikirlə girersiniz ki, bu müəllim yaxşı deyil. Sizdə o müəllimlə heç vaxt yaxşı bir təcrübəniz olmayacaq. Ona görə də inanmağınız olmaz. Xüsusilə də bunun üzərində əgər biz işləyiriksə, bunu öz sözlərimizi diqqətlə seçiriksə, bu bizdə bağışıqlıq yaradırmış. Həmin negativ şeyləri bizə kimlərsə negativ şeylər deyirsə, onlar üzərindən bağışıqlıq qazanacağıq və söylənilən o negativ şeyləri bizi etkiləməyəcək. Ona görə bizim bəlkə də hər şey həqiqətən özümüzdən başlayır. Biz elə özümüzə, başqalarının ətrafımıza uyğun sözləri düzgün seçdikdən sonra elə bəlkə də o sözləri də heç eşitməyəcəyik və yaxud da eşitsək də belə vecimizə almayacağıq. Bu belə. Bu birinci anlaşma. İkinci anlaşmada deyir ki, hiçbir şeyi kişisel algılama, yani hiçbir şeyi şahsi algılama. Burada deyir ki, yani insanların bizim hakkımızdaki dediklərimiz sözlər bizimlə əlaqəli deyil, onların özləri ilə əlaqəlidir. Və onların dediklərinə bizim nə qədər inanıb inanmamağımızla əlaqəlidir. Hətta burada yazıb ki, kişisel algılamak ancak söylenen şeye katılmakla mümkündür. Yani sen hakkında herkes bacarıksız da deyə bilər, çirkin də deyə bilər, zövksüz də deyə bilər. Amma sən əgər ona inanırsansa, amma yox inanmırsansa, bunu fikirləş ki, həmin adamın özünün hissləri ilə əlaqəlidir. Bir də kitabda belə bir hissə var bu haqda. Deyir ki, eğer acı çekmeye ihtiyaç duyan bir insanla birlikteyseniz, içinizdeki bir şey o kişiye acı verici davranışlarda bulunmanızı sağlayacaktır. Yəni, bəzi insanların böyüməsi və yaxud da sağalması üçün acı çəkməyə ehtiyacı var və bu acı çəkməyə ehtiyacı duyan insanlar, əgər onların acıya ehtiyacları varsa, siz başqalarına qarşı nə qədər yaxşı, nə qədər mülayim olsanız da, o insana qarşı sərt olub, onu acı çəkməyə meyləndirəcək şeylər, davranışlar edərsiniz. Yəni, bunu biraz burayla əlaqəsini çözəmədim ya da hal-hazırda vaxtım azalır, tələsirəm deyə tam təfəkkür eləyəmirəm. Amma bu hissəni, yəni mövzudan əlaqəsiz olsa da çox qəşəngdir bu hissə ki, yəni insanlara nəyə ehtiyacı varsa biz də onları veririk. Adamların ehtiyacı olduqlarını alırlar. Hətta belə bir şey, mövzunu belə əlaqələndirə bilərik ki, əgər insan məsələn, mən tutaq ki, müəlliməyəm, bir çox insanlar məsələn, motivasiya verirəm, amma gəlirəm ən yaxın dostuma, əksinə heç də hətta bu yaxınlarda olubdu da bu. Bir dostum birisi mənə demişdi ki, hər kəs mənə güvənər, hər kəs mənə bunu deyir, Lalə, bir dənə sənsən deyən ki, yox alınmaz. Mənim fikrimcə həqiqətən alınmazdı qısa müddətdə. Mən fikirləşirəm ki, realist düşünürəm həmin olaya. Amma bəlkə də olan odur ki, mənim həqiqətən o insanın o sözləri eşitməyə ehtiyacı var. Bəs 5 adam ona inanır, deyir ki, sən edə bilərsən, təkcə mən deyirəm ki, yox, çətindir bu müddət ərzində, bunu eləyə bilməyəsən. 5 adamı qoyub mənim dediyimə inanırsam, demək ki, adam zaten özündəki o problemi bilir, eləyə bilməyəcəyini bilir və yaxud da onun o sözləri eşitməyə, o buradakı dediyi kimi acı çəkməyə ehtiyacı var. Yoxsa mənim dediyimə heç fikir verməzdi, şəxsi algılamaz, əlaqəni tutura bildim. Yəni şəxsi algılamazdı. Fikirləşər ki, Lalə dedi, Lalə onsuz da şeydir, mən motivasiyadan salır. Mən dediklərimi əgər önəmsəyirsə, demək ki, bunun içində bir mənası vardır. Belə. Üçüncü anlaşma varsayımda bulunma. Yəni zənn eləmə. Bu mənim də çətin çəkdiyim mövzulardan birisidir. Bəzən beynimizdə senaryolar yaradırıq, onun yolunda davranırıq, onun yolunda artıq danışırıq. Ona görə bu biraz çətindir, amma yaxşı ki, kitabda hətta həlli yolunda verir. Və məsələn, burada belə bir hissə var, deyir ki, bəzən varsayımlarda olmamızın, nəyisə zənn eləməyimizin səbəblərindən birisi də cəsarətli ola bilməməyimizdir. Yəni, gerçəklə üzləşə bilməməyimizdir, qorxmağımızdır. Çünki deyir ki, gerçəyi duymaya cəsarət edəmədiyimizdə ya da açıqlama istəməkdən qorxduğumuzda varsayımlarda bulunuyoruz. Sonra da varsayımlarımızın doğru olduğuna inanıyoruz. Bu inanclarımıza, varsayımlarımıza savunaraq başqalarını yanlış ya da haqsız qılmaya çalışıyoruz.
Bunu hətta belə bir kitabda örnəklə də göstərir ki, məsələn, müdiriniz bir gün sizə yaxşı davranır, gülümsüyür, siz deyirsiniz ki, hər şey qaydasında, əladır, iş yerim belədir, elədir, amma bir gün də sizə biraz sərt çıxışanda və yaxud da biraz sizə kobud olanda, biraz səsin tonunu qaldıranda başlayırsınız ki, mən bütün işlərimi bacarmıram, mən yəqin ki, bacarıqsızam, müdir məni işdən çıxaracaq kimi ssenariolar qururuq. Amma bunu burada deyir ki, yəni insanların bizə olan davranışları da yenə bayaqki kimi onu da şəxsi algılamaq lazım deyil. Çünki insanların öz məsələn müdir həmin günü yaxşı keçə bilər və sənə təbəssüm edə bilər, amma bir gündə günü yaxşı keçməyə bilər, sənə sərt ola bilər. Ona görə bu insanların da fikirləri, bu insanların öz hissləridir, öz duyğu durumudur. Ona görə biz birinci, ikinci anlaşmada olanı şəxsi algılamamalıyıq, üçüncü anlaşma olanda zənn eləməməliyik. Özümüz üçün belə qara senaryolar yazıb həyatımızı o üzrə qurmalı deyilik. Bir də burada deyir ki, əgər bizim varsayımda olmamızın səbəblərindən birisi də sual vermək cəsarətinə sahib olmamağımızdır. Həm sual vermək bacarığımız yoxdur, həm də bunun cəsarətimiz yoxdur. Çünki bacarığımız yoxdur o heç, amma cəsarətli olmamamız bayaqki üzləşmə əlaqəlidir. Hansısa bir sualı verəndə, misal üçün, əgər müdir sənə pis davranırsa və sən deyə bilirsən ki, mən nəyisə yanlış eləmişəm, ay hörmətli müdir, o hə desə, çünki cəsarət budur da, həni eşitmək istəməmək, cəsarətsizlik daha doğrusu. O hə desə, sən demək olar ki, senaryon tamamilə doğrudur və fikirləşirsən ki, hə, mən bacarıqsız bildim, məni işdən çıxaracaq. Amma sırf o həni də eşitməmək üçün o prosesi uzadırıq və özümüzə əslində acı çəkirik. Amma onun da timsalında yenə də o senaryoları yazıb həyatımızı məncə pis günə qoyuruq deyə düşünürəm. Amma bəzi insanlar üçün ümid ola bilər, fikirləşə bilər ki, yox cavabını alana qədər ki, müdir mənə deyənə qədər ki, sən bacarıqsızsan, yoxdur, heç olmasa kiçik də qıdı olsa bir ümidim var. Senaryoların doğru ola bilər, %99, amma 1% ümid var, qoy görək nə olur deyə özünə acı çəkdirə davam edir. Bu belə. Sonra bir də, sağ olasın. Sonra bir də burada belə bir şey yazır. Gerçek sevgi diğer insanları değiştirmeye çalışmadan oldukları gibi kabul edebilmektir. Bunun mövzuya nə əlaqəsi var? Üstünün altını oxumağa heç sürə vaxtım yoxdur. Son 1 saat 54 dəqiqəm var. Belə. Keçək 4-cü anlaşmaya, sonuncu anlaşma. Daima yapabildiğinin en iyisini yap. Bu anlaşmaya görə deyir ki, bu anlaşma əslində əvvəlki 3 anlaşmanın kalıcı alışkanlığına dönüşməsini sağlayan anlaşmadır. Yəni, əlindən gələni ən yaxşısını eləməyə çalış. Birinci gün bəlkə sözlərinə fikir verəcəksən, başlayacaqsan bir dəfə yaxşı deyəndə, bir dəfə də yaxşı olmaya bilər. Amma yenə də növbəti gün daha yaxşısını eləməyə çalış. Və yaxud da varsayımda bulunursan, zənn eləyirsən, fikirləşirsən ki, senaryo yazırsan, amma həmin dəqiqə ağlına gələn kimi başla onu etməkdənsə həmin insanlar suallarını verərək açıq iletişimdə bulun. Məsələn, bir şey gecə gündüz ən yaxşısını etmək üçün çalışmaq bu bəlkə də mümkündür, amma çox zaman mümkün olmaya bilər. Bir gün seçdiyimiz sözlərə fikir verə bilərik, bir gün yaxşı senaryolar qura bilərik və yaxud da heç senaryo qurmadan doğru düzgün sual verə bilərik, amma növbəti gün yenə eyni şey yaşaya bilərik. Belə olan halda özümüzə daha yaxşı şəkildə baxmaq lazımdır. Yoxsa bayaqki yargıç dediyim kimi, yargıç sən də alınmayacaq onsuz da, sən onsuz da yenə belə gəlmisən, belə getmisən, bu kimi şeyləri heç olmaya düşünməmək, çünki onlara qarşı gəlmək. Çünki belə bir şey var da, misal üçün mənim 33 yaşım var, mən 33 ildə bunları öyrənmişəmsə, mən bu inanclarla böyümüşəmsə, bunu 33 gündə bunu əlbəttə ki, tərk edə bilmərəm. Ona görə özümə biraz zaman verməliyəm. Yəni zamanla qısa özümüz üçün bir məqsəd təyin edib hər gün ərzində özümüzə şans verərək kiçik addımlar atmaq lazımdır və bu kiçik addımlar bir müddətdən sonra bayaq dediyim kimi bağışıqlıq yaradır insanda. O bağışıqlığı yaratdıqdan sonra isə məncə hər şey daha əvvəlkindən yaxşı olacağını düşünürəm. Elə, bu kitab bu haqdadır. Burada bəzi şeylərin altını xaç çəkmişəm. Onları səsləndirmək istəyirəm. Aradığımız özgürlük kendi zihnimizi və kendi bedenimizi kullanabilmek, yaşamımızı inanç sisteminə görə deyil, kendi isteğimize göre yaşayabilmektir. Diğer hissədə var, yaşarken cennete ulaşabiliriz, ölmeyi beklememiz gerekmiyor. Tanrı daima anda yaşar ve cennet her yerdedir. Cenneti görebilmek için önce gerçeği gören ve duyan gözlere ve kulaklara sahip olmamız gerekiyor. Gözlerin ve kulakların açılması için parazitten özgürleşmemiz gerekiyor. Deməli belə, kitab bu qədər. Bu arada bu kitabın 5-ci anlaşması da var imiş. Bu yazarın, bu kitabdan sonra bu kitab çox satıldığı üçün bestsellerdir hətta. 5-ci anlaşma da var imiş. Onu mən hələ oxumamışam, amma o da maraqlı, biraz baxdım, o da maraqlıdır. Bu kitabı əslində bu mənim yorumumdur bu kitab haqqında. Ola bilər siz bu kitabı oxusanız fərqli yorumlarla qarşılaşarsınız. Daha doğrusu fərqli baxış açınız olduğunuz üçün fərqli yorumlaya bilərsiniz. Hər türlü müzakirəyə həmişə deyirəm, müzakirəyə, hər türlü yoruma açığam. Kimlər istəsəm komment bölməsində bizə yaza bilər. Amma həqiqətən komment bölməsində yaza bilərsiniz. Yəni
Hətta aslında düşünmüşdüm, biraz fikirləşirdim, amma sonra düşündüm ki, hə bu kitabı son vermək istəyirəm. Son zamanlar ətrafımdakı insanlar tanıyır, oxumadığım, ikinci dəfə oxumadığım kitabları ya kiməsə verirəm, ya barter edirəm, ya satıram. Bu kitabı da xalqın blogerləri demişkən, kommentlərdə aşağıda kitab istəyənlər kitab yazsın. Instagramda yəqin ki spontan bir nəfəri seçərəm, bir dəfə canlı təyin eləyib. Həmin adama verməyi düşünürəm, pulsuz parasız əlbəttə ki. Məqsədim biraz düşüncənin dəyişməsi, baxış açının dəyişməsi və əlbəttə ki, birinci öncəlik olaraq əlbəttə ki, özümü də dəyişməyim, özüm də baxış açımı dəyişməyim və ətrafındakı insanlara da bunu göstərməyim. Çünki deyirlər, ən yaxşı öyrənmək öyrətməkdir. Mən bu kitabı haqqında danışarkən, yorum edərkən və bunu editləyib sonrasında YouTube-a qoyarkən, sonrasında özüm də təkrar YouTube-da bu videoya baxarkən mən də hər dəfə özüm üçün fərqli baxış açıları görürəm. Ona görə bu kitabı belə ürəklə verirəm. Verməkdəki məqsədim həm sizin də baxış açınızı dəyişmək istəyənlər əlbəttə ki, həm də ki, kommentli yazmağınız. Valla belə səmimi olacağım, düz deyəcəm. Görürsünüz nə qədər səmimiyəm ki, Gəncə ləhcəsini keçdim, olacağım, deyəcəm. Ona görə komment yaza bilərsiniz. Sonra qaxı gəzdik. Bu arada 4 saat içərisində, 4 saat tamamlamayıb, saat 3-də marşrut çıxır. 4 saat müddətində gəzməyə çalışdım, piyada gəzməyə çalışdım. Bundan əlavə başqa yerlər də var. Hətta mən sizə deyim, başqa haralar var. Normalda mən başqa planlarım da var idi. Prosto həmişə kimi spontan gəldiyim üçün və heç maraqlanmadığım üçün Qaxdan Gəncəyə marşrut var yoxsa yox. Akazviçka saat 8-də ən axırın bir dənə marşrut çıxırmış Gəncəyə, o da səhər saat 8-dəmiş, başqa yox qoymuş. Ona görə məcburam 3-də Şəkiyə gedəm, 4-də Mingəçevirə gedəm, 5-də də Gəncəyə gedəm. Mingəçevir Gəncəyə aktarmalı yolla Gəncəyə axırda çatmaq istəyirəm. Ona görə saat 3-ə qədər, 11-dən 3-ə qədər vaxtım var idi. Bu qısa müddətdə buraları gəzdim piyada. Buradan əlavə Qaxın başqa haraları var. Qısaca da onun haqqında danışım, artıq bitirim. Qaxın özündə əslində tam da bir gün ərzində, elə yarım gün gördüyünüz kimi 4-5 saat ərzində buralar çox rahat. Mən qaça-qaçda oldum. Həm də video mən çox vaxtımı apardı, amma çox rahat şəkildə gəzə bilərsiniz. Bayaq göstərdiyim yerlərdən əlavə Kürmük məbədi var. Şəki-Qax yolunda görəcəksiniz, tam Qaxa çatana bir tam Qaxın içində də olmayan, amma Qax şəhərinin içərisində çatana bir 15 dəqiqəlik deyim ki, maşınla yolda, hətta bəlkə 10 dəqiqəlik yolda görəcəksiniz. Oradan çox qəşəng Qaxın panoraması görünür. Ona görə oranı çox istəyirəm gedəsiniz. Sonra orada Qaxın Qum kəndi var. Qum Bazilinkası deyə bir yer var. Onun əvvəl təbiətdə çox qəşəngdir. Ləkit kəndi var. Ləkit kəndinin də çox qəşəng kənddir və Ləkit kəndində Mamırlı şəlaləsi var. Orada gedə bilərsiniz. İlisu kəndi var. İlisu məşhurdur, zaten hamı bilir. İlisuda Soğuq qala var, Ulu körpü var. Ramramay şəlaləsi, həm də İlisu şəlaləsi deyirlər var. Sonra harda nəyi var Qaxın? Mənim getdiyim yerlər deyəsən bu qədərdir. Qax haqqında da yaza bilərsiniz. Nəsə sualınız olsa və yaxud da siz də getmişsiniz, amma mənim getmədiyim, mən bu çəkdiyim adlardan başqa harasa getmişsinizsə, onları da yaza bilərsiniz. Mənə də maraqlı olar. Belə, komment yazmağınız üçün bütün öyrəndiyim youtuberlərdən, blogerlərdən öyrəndiyim hər şeyi sizə satıram. Kitab yazın, Qaxa komment yazın. Sonra 4 anlaşmadan hansı sizdə yaxşıdır, hansı pisdir, o haqda yazın. Yazın ki, yazın. Yazmağınız üçün hər şeyi təşviq edirəm. Baxın, görürsünüz, deyirəm, dilimlə də deyirəm. İndi görək yazasınız yoxsa yox. Belə dedik, çıxanda pulsuz parası şeydir, bir dənə like, pulsuz şeydir. Hal-hazırda özümü komment istəyən bir kommentçi kimi gördüm. Nağarım, şeydir, deyirlər ki, bu lazımdır. Call to action lazımdır. Mən də call to action edirəm. Belə, bu qədər. Hələlik, sağ olun, mən gedirəm avtovağzala və 40 dəqiqə vaxtım var. 40 dəqiqə yəqin ki, piyada çatan varam. Çünki avtovağzaldan bura bayağı bir yoldur. Yolda avtobus görmüşdüm, yəqin ki, avtobusda gedərəm. Olmasa da maşın, taksi, nəsə bir şey tapıb gedərəm. Çatacağıma əminəm amma. Dedi və çatanmadı. Bay bay, hələlik, sağ olun. Növbəti videolarda, növbəti kitab reviewlarda görüşürüz. Dərdi bütün blogerlər və YouTube'lar məndə yenisini təkrarladım. Hey darling, can I tell you what's been on my mind? Sick and tired of the 9 to 5 in the city light. Hey darling, we could get out of town, see the beautiful world around, wanna see it now. Pack our bags and get in that car, leave a little note and we'll drive real far. Let's get out, we can leave this city, let's drive to the open air. Yeah, the countryside is so pretty, with the wind blowing in your hair. We can look
Edis bu qız hara getdi, hə? İstirahətə, nervi şak icrasına gəlirlər. Nervini eləməyə yox adam. Belə demir evdən çıxır. Kimsə nervə yer ki burada. Polis satan o mənə sataşır. Kim sataşır sizə? Boş ver. Vecinizi almayın. Vecini alma, sakit dur. Çox tərif edirlər, amma bizim tərəflərdə daha xırt-xırt olur. Bunun nəyini tərif edirlər? Quru çörəkdə altının arasında pendir. Şor var da, ana görə. Nə? Şor var içində. Hətta şur olsun da bizdə də olur, amma daha xırt-xırt olur. Ya o dərman da var, bunun ağacı, yarpağı var. Nə acıdır ki? Bunu bax qavurub tavada yeyirlər, diş yoxdur məndə. Tavada yeyirlər onu. Nə ilə? Abi. Yaxşıdır, lipadır da. Uşaqlar sən bir şey yağı çatın, amma onu nə eləyib, gəlməyib. Lipa. Burada deyim yadımdan çıxmasına da. Yeni gedib evə baxdıraram. Lipaydı. Lipaydı bunlardır. Nə? Oha, xala nə qədər alma götürür. Xala deyil, nə deyil. Aba o. Hamısı yəqin ağacdan yığıb. Qoca da nə deyil, kimi eləyər. Bunu hamısı mənə yığmışsınız. Harda ağacdan yığmışsınız? Ağacdan yığmışsınız. Çok sağ olun. Acı çəkmişsiniz. Çoxdur belə. Oy, nə olur da? Həblə aparım, nə qədər aparım? Həblə deyirsiz, görürsən həblə deyirsin. Görürsən həblə deyirsin. Həblə. Qaflardan getirirsiniz. Sağ olun. Təşəkkürlər. Bir kulakka koyayım, göstərməyəm. O bir kulak var. Göstərməyən kilo. Danışmışsın deyə. Həblə sözlərinə görə. Nə olacaq, qəşəng söz, şirin çıxır. Çox sağ olun, təşəkkürlər. Nə? Ben de size bir tane bananım var, banan verin. Balata soğanı turşunun için almışım. Bilmiyorum, kendisi baydı yoksa yok öyle. O yüzden bana bu da... Sağ ol. Sən deyən kimi düzdürsən, nə istəyirsən, sən bəndə olma. Cavab vermə, elə deyil mi? Düz, cevap vermeyin. Niyə? Cevap vermeyin, geçin sağ olun. Cavab vermə, heç vicdini al. Olmayın. Üç yüzlü kəlmə. Hiç yürür, kendine getir. Öyrəndə nə olacaq da?